آخذا بالنواصي أدرك غريق المعاصي ومن على. Ve Resulullah'ın sahabesi Allah Resulüne biat ederken değil, biz Allah Resulüne biat ettik ki birbirimize nasihat edeceğiz. Birbirimize hakkı tavsiye edeceğiz. İmam Şafii'nin Asr suresinde İmam Bukhari'nin getirmiş olduğu bir hadisle ki Asr suresi vel asr innel insane fi husr illellezine amenu ve amilus salihat ve tevasav bil hak ve tevasav bis sabr. Burada tefaül babında ve tevasav yani karşılıklı nasihat olmalıdır. Daha karşılıklı olmalıdır birbirine. Ve tevasav bis sabr ve tevasav bis hak. Yani birbirlerine hakkı doğru neyse onu tavsiye edecekler. Ve aynı şekilde de birbirlerine karşı sabırlı olacaklar. Yani insanoğlunun bazen sözünde, hareketinde, davranışında yanlış sözler, yanlış emeller olabilir. Evinde, ailesinde, başının üstünde olan insanlarda, hocasından, müelliminden, emirinden, komutanından, her kimse başının üstünde olanlardan ve yaxud da ki ona tabi olan insanlardan, tələbəsindən, əskərindən, zövcəsindən, evladından səbirsiz əməllər və ya layiqsiz əməllər görə bilər və bunun üçün səbirlə müamilə etməlidir. Səbir müsəlmanın ən böyük azığıdır yəni. Yəni səbir Allah Subhanahu ən əzəbətli İbn Qayyim deyir ki, əs-sabur və əs-sabir Allah Subhanahu ən gözəl fiili sifətlərindəndir. Allahın sifətlərindəndir ki, qullarına qarşı, qullarının masiyyətlərinə qarşı, günahlarına qarşı ədalətlə və səbirlə müamilə, həmən cəzasını vermir. Allah Subhanahu qula möhlət verir, qulun islah olmasını istəyir. Qulun düzəlməsini istəyir. Mələklərə deyir ki, yazmayın, gözləyin axşama qədər bəlkə tövbə edəcəkdir. Uzun ömür verir ki, qoy bir uzun ömür salih əməllər nəsib edir. Xeyr əməllər nəsib edir ki, bəlkə qulum tövbə edə, bəlkə qulum əff edə. Deyir Allah Subhanahu qulunu bağışlanması üçün çox mazirətlər yaradır, çox səbəblər yaradır. Abdəst verir, abdəstlə günahı bağışlanır, namazla günahı bağışlanır, səcdə ilə bağışlanır, səcdələ dərəcəsiz qalxır. Ki Rasulullah sallallahu aleyhi və səlləmin yanına sahabə Allah ondan razı olsun gəldi ki, ya Rasulullah mən hədd ediləcək əməl eləmişəm, yəni zina etmişəm dedi. Rasulullah sallallahu aleyhi ve sellem dedi, indi namaz var, hayal elə, salat, namaza gedək. Dedi, ya Rasulullah, mən namaza təmiz pak getmək istəyirəm. Allahın həddini mənim üzərimdə uygula. Dedi, yox, namaza gedək, əsl namazınıdır. Dedi, yox, ya Rasulullah, Allahın həddini mənim üzərimdə uygula. Allah Rasulü namaza getdi, namazdan çıxdı. Adam gəldi Allah Rasulunun yanına. Burada hikmət verən nə var? Allah Rasulü adam vaxtarmadı. Allahu akbar. O günah işləyən adam nərdədir? Allah'ın üzerinde hükmü uygulanacak adam nerededir? Allah Resulü adamı aktarmadı. Ama biz olsaydık yanına 2 nəfər bəkçi qoyardıq, amanlı qaçmasın, qapını sıxı tutun. Ədə bir dənə qoluna qanda vurun, biri səndə, biri onda olsun, bir dənə qaçar, adam günah işləyib, onu cəzalandıraq. Baxın, Rasulullah s.ə.v-in nəsiyyəti, səbri, Allah'ın dininin nə qədər gözəlliyi burada qullara qarşı ortaya çıxır ki, Allah Resulü adam yaxınlaşır, ya Resulullah bəs nə oldu? Deyir, sən namazdaydın bizimlə bərabər. Allah Resulü düşünür ki, adam qaçı çıxıb gedib yəni. Deyir, bəli sizinlə edim, mən ya Resulullah deyir, namaz qıldım, indi isə Allahın hökmünü istəyirəm. Allahın hökmünü mənə uygula. Allah Resulü deyir, bizimlə bərabər cəmaat namazı qıldım, deyir, bəli qıldım. Deyir, innəl həsənət yüzhibnə seyyiət. Yaxşı işlər, pis işləri götürər, aparar. Allah səni affetmişdi, get dedi. Və Rasulullah sallallahu aleyhi və səlləmin səbiri və Allahın səbiri, mərhəmətinə bax ki, Allah Rasulü hökm verir, get adamı rəcm edin, adamı öldürün, adamı daşqalaq edin, adam rəcimdən qaçır. Allahın hökmünün altından qaçır. Allah Rasuluna gəlib elə, ya Rasulullah, adam qaçdı, deyir, nə oldu be, getdi mi? Allah Rasulü biraz sevinir, ya Rabbi. Allah Rasulü sevinir, deyir, getdim, qaçdım adam. Deyir, yox Rasulullah, sahabə elə bilir ki, yaxşı iş görüb. Deyir, tutduq elə yolda öldürdük. Deyir, subhanallah, deyir, Allahın hökmündən, adalətindən, rəhmətindən qaçan adamı neyi tutdunuz, deyir. Bıraxsaydı, getsəydi, deyir. Bıraxsaydı, deyir. Keçən bir nəfərə bu qıssanı anlatıram. Deyir, subhanallah, kafir oldu, Allahın hökmündən qaçdı. Bax, zehinə bax. Bax, zehin çox təhlükəli zehindir.
Deyir kafir oldu, deyir Allah'ın hökmündən imtina elədi. Allah'ın hökmünə tabi olmadı deyir. Allah'ın hökmündən çağırdı, hökmündən qaçdı, yüz çevirdi. Nisa surəsi 61-ci ayət. 60, 65. Baxın, zehniyyət bizdə görün necə formalaşıb. Hər bir məsələni mühakimə adlandı, Allah'ın hökmündən qaçmaq olaraq adlandırırıq. Bunun üçün Allah Subhanahu taalanın həqiqətən dininin ədalətlə, rəhməti bir arada tutaraq idarə olunması, insanlar üzərində hökmlərin uygulanması şəriətdə heç bir zaman tələsilməmişdir. Allah Resulü insanlar üzərində hökmü uygulamaq üçün əlindən gələni eləməmişdir. Əksinə, hökmü uygulamamaq üçün əlindən gələnlənmişdir. Allah Resulü insanları kafir, fasik, zindıq, münafiq çıxartmaq üçün deyil, mümin, muhsin, sağlam olaraq cəmiyyətdə insanlar formalaşdırmağa çalışmışdır. Münafiqləri bildiyi halda onların cənazə namazını qılırdı ki, Allah qadağan eləmədiyi halda mən cənazəni qılacam. Allah nə zaman qadağan, amma məntiqə görə cənazə namazı qılınmamalıydı. Allah Resulü münafiqlərin cənazəsini qılmamaq üçün əlindən gələn eləyirdi. Allah'ın ədaletindən, rəhmətinə qaçır. Yəni, düşünün, burada Resulullah sallallahu aleyhi və səlləm ki, Ömər ki, bəzən sahabələrin içində və bizim də içimizdə inşallah Ömər kimi Allah'ın hökmünə qarşı titiz insanlar, lakin sonra tabi olmaq öyrənən insanlar da olsa nə yaxşı olar. Ki, Ömər dedi, ya Resulullah, bu adamlar münafiq niyə qılırsan? Allah Resulü dedi, ey Ömər, Allah bu vaxtda hökm endirmədikcə mən qılacam. Ömər ağlına cummadı, məntiqinə cummadı, kəlama qaçmadı və həmən itaat etdi. Allah və Rasulundan hökm gəlincəyə qədər, açıq bir dəlil oluncaya qədər tabi oldu, əməl olundu. Amma bilirdi ki, Ömər də bilir ki, onların bəziləri münafiqdir.